Mustafayeva Töhfə, Salyan 12 nömrəli uşaq bağçasının müdürü. Hazırda bağçamızda 60 uşaq təhsil alır. Tutumu da 60 yerlikdir və 60 uşaq da təhsil alır qruplarımızda. Bundan əlavə bağçamızda icma əsaslı məktəbə qədər qruplarımız da var və bu qruplarda da 37 uşaq təhsil alır. Bağçamızda məktəbə qədər təhsil müəssisəmizdə daha doğrusu təlim-tərbiyə işləri 4 istiqamət üzrə inkişaf edir. Həm fiziki inkişaf, həm idrakin inkişafı, həm estetik yaradıcı və sosial emosional istiqamətdə. Tərbiyəçi müəllimlərimiz çalışırlar ki, dərs prosesində, məşğələ prosesində hər 4 istiqaməti əhatə etsinlər. Bildiyimiz kimi, uşaqların 3-5 yaş aralığında əldə etdikləri biliklər onların gələcəkdə akademik uğurlarına bilavasitə təsir göstərir. Bunun üçün biz əlimizdən gələni edirik ki, uşaqların təməli möhkəm qoyulsun və gələcəyə uğurlu vətəndaş yetişdirə bilək.